şəkildə belə bir bucaq verilmişdir. Yəni biz buradan görürük ki, uyğun tərəfləri perpendikulyardır. Həmçinin müxtəlif adlı bucaqlardır. Nəyə görə deyirəm? Çünki biri iti bucaqdır, biri kör bucaqdır. Əgər hər ikisi eyni olsaydı, eyni adlı bucaq deyərdik. Biri müxtəlif olduğu üçün müxtəlif adlı bucaqlardır. Müxtəlif adlı bucaqların cəmi də 180 dərəcədir. Yəni bununla bu bucağı toplasaq 180 dərəcəyə bərabər olar. Yəni buradan x plus y-i tapmışam 130. Bizdən x plus y-i soruşur. Digər sualda KMY bucağı verilmişdir və M-in tənböləni çəkilmişdir. Yəni bu sözlərə fikir verib çəkmək lazımdır. M-in tənböləni çəkilmişdir deyirsə, biz o saat deyərik ki, tənbölən bucağı yarıya bölür. Yəni yarı bölür. Hər iki bucaqlar bərabər olmalıdır. Yəni 73 5x çıx 7-yə bərabər olmalıdır. Buradan tənlik şəklində yazsaq 73 bərabərdir 5x çıx 7. Biz bunu nəyə görə yazdıq? Çünki tənböləndir deyir. Demək, buradan 5x-i tapmaq üçün 73-ün üzərinə 7 gələrik. 80. X-i buradan tapmaq üçün 80 bölərik 5-ə. 16. Demək, x-imiz 16-dır.